Son günlər kim kimin dostudur, kim kimin düşmənidir bilinmir. Adam baxanda da başa düşmür ki, kim haqlıdır, kim haqsız. O qədər iddialar, argumentlər səsləndirilir ki, adam lap başını itirir. Özü də Ramazan ayında. Hələ bu ay səbr ayıdır, mərhəmət ayıdır. Gör başqa ay olsaydı nələr olardı. Ramazan ayında heç arzu olunmayacaq hadisələrdən biri Zabratda baş verib. Orada 2 gündür su yoxdur. Mənzillərə su verilmədiyi üçün avtomatik olaraq kombilərdə işləmir. İndi bu vəziyyətdə insanlar nə etməlidir? İftarı imsakı bir təhər eləmək olar. Evində az yaşlı uşağı olan, xəstəsi olan adamlar nə etsin? Qış hələ çıxmayıb, yenə soyuqlar olacaq. Bu işdəki məsul şəxslərin özlərini 1-2 gün susuz qoymaq lazımdır. Başa düşsünlər ki, bir evə su gəlməməyin nə boyda problemdir. Onlar bunu yaşasalar daha yaxşı anlayış göstərəcəklər. Həmişə praktika teoriyadan yaxşıdır. Bu Ramazan ayında insan alveri ilə tutulmuş adama baxın. 6 qadından daha çox Türkiyə götürmüşəm. Onları cinsi istismara məruz qoymuşam. Bu qadının üzünə baxanda heç deməzsən belə şeylər eləyib. Amma xarici görünüşlə ölçülmür bu işlər. 6 qadından daha çoxunu Türkiyəyə aparıb. Onları cinsi istismara məruz qoyub. Ramazan ayında tutulan adama baxın. Bir də maddəsinə baxın. Sənin tayların imsak hazırlayır. Bütün evi də oyadıb deyir ki, valla durun yağdan pendirdən yeyin, bir çaydan için. Mən artıq təəccüblənməyi yığışdırmışam. Türkiyədə dilənçinin yanında post terminal görəndən sonra təəccüblənmə hissim tamamilə yoxa çıxıb. Gerçekten de poz yazı kullanıyorlar kadın bak hele. Azərbaycanda hələ də elə yerlər var ki, ödəniş eləmək istəyirsən, deyir ki, terminal işləmir. Qayıdır ki, kartdan karta olar. Özdə o kartdan karta sözünün belə qəribə baxışı var. Baş 45 dərəcə sola əyilir, qaşlar aşağı düşür. Türkiyədə dilənçi post cihazını necə quraşdıra bilər axı? Yəni bu o deməkdir ki, mən belə dilənmirəm, vergi də verirəm. Yoxsa ay üstümdə yoxdur, məndə pul kartdadır bəhanəsi də tarixə qovuşub. Sonra da deyirsiniz ki, inkişaf yoxdur. İnsanın özündən asılıdır bu inkişaf məsələsi. Sizə sırf bizə xas bir cümlə deyim. Gör bu dilənçi nə qədər pul qazanır ki, vergi ödəməyə də hazırdır. Sağ əli bizim dilənçilərin başına. Mən bir ideya da verə bilərəm əslində. Terminallarınızı mövsümə görə rəngləyin. Elə daha cəlb edici olur. Məsələn, yeni il gəlirsə üstünə yeni il naxışları çəkin. Novruz gəlirsə yanına 2 dənə şəkər burat. Kreativlik həmişə dəyərləndirilir. Deyim ki, günün xəbəri hələ qabaqdadır. Buracan gördükləriniz toya getməlidir. Bundan sonra xanımlara köksən, eybəcərsən demək qanunla tənzimlənəcək. Cərimə olunacaqsınız. Bu eybəcərsən indi başa düşdüm. Bəyəm kök olmaq pisdir ki? Köksən demək aşağılamaq deyil axı birini. Arıq adama kökəl deyirlər, kök adama da arıqla. İndi biri birinə estetik olaraq baxış açısını deyə bilməz. Təsəvvür elə birindən soruşursan ki, nəyə görə tutulmusan? O da deyir ki, baldızıma köksən demişəm. Özdə niyə bu ancaq qadınlara aiddir ki? Bəyəm ancaq doğruda qadınlar kök olur? Bu yazıq kişilər itin sözünü deyirlər, 50 qəpik cəriməsi də olmur heç. Belə eləyirsiniz, gender bərabərliyindən danışa bilmirik. Kişiyə meymuna oxşur deyirlər. İndi nəinki meymuna oxşatmadıqları heyvan qalmayıb. Kişiyə köksən deməyin cəriməsi yoxdur, eybəcərsən deməyin cəriməsi yoxdur. İndi bir qadın bir kişiyə desə ki, sən köksən. O da cavabında desə ki, özünsən kök. İndi burada qanun necə tənzimlənəcək? Hər iki tərəf cərimələnir, yoxsa heç biri? İndi zarafat bir tərəfə, amma belədir ki, deməyin də cəmaata köksən. Sizə nə dəxli var ki? Adama deyərlər ki, sən yedizdirmisən, kökəlmişəm. Onsuz boşanmalar göydə uçuşur. Bu söhbətdən sonra lap çoxalacaq. Bu xəbərləri hər beynin gücü çatmaz qaldırmağa. Biz daşdanıq ki, bunlara dözürük. Avtoyuma işçisi müştərinin maşını qurutmaq bəhanəsi ilə qaçırdıb. Sonra polis tərəfindən saxlanılan bu 40 yaşlı şəxsdən maşın alınaraq sahibinə qaytarılıb. 40 yaşına ola belə bir iş görəsən. 100% maşını götürüb kiməsə özünü göstərməyə gedib. Qaydanda da düşüb tıxaca, iş böyüyüb. Bizim onsuz da başımıza nə gəlibsə özümüzü göstərmə sevdasından gəlib. Bu qədər əndirəbadi xəbər bəs eləyər. Bir dənə də lap xoş xəbər deyib gedirəm. Gimnastika üzrə Dünya Kubokunun təsnifatında bizi təmsil edən bir xanım və bir kişi finala vəsiqə qazanıb. Məsələnin ən maraqlı tərəfi də odur ki, bu gimnastlar bacı qardaşdır. Bir ailəyə eyni vaxtda ikisi də sevinc bəxş eləyib. Hər ikisinə Dünya Kubokunu qazanıb Azərbaycana gətirməyə arzu eləyirəm.